Salam əziz yoldaşlar. Birinci suala baxaq. Deməli, qaz qarışıq verib, tərkibi SO2 və metan qazından ibarətdir. Qazların kütləsi AA, yəni bərabərdir. Lakin biz bilirik ki, 1 mol SO2 qazı 64 qramdır, 1 mol da metan 16 qramdır. Qazların kütləsinin bərabər olması üçün metanın 4 mol, SO2-ni də 1 mol götürməliyik. Bizdən tələb edir orta molyar kütlənin hesablanması. M-orta düsturuna əsasən 1M1, yəni 1 vur 64 üstəyənsin 4 vur 16 bölünsün. Molların cəmi 5-ə, yəni 128-i 5-ə böləcəyik. Cavab eləcək 25,6. Birinci sualın cavabı budur. İkinci sualın cavabı metanın mol payını faizdən hesablayın. Baxın, qazların ümumi molu 5-dir, 100% uyğundur. Metan da 4, x yazıb x eləyəcək 80%. Növbəti suala baxaq. İkinci sual. Deməli, ikinci sual amonyakın qızdırılması. Biz tənliyimizi yazaq. Amonyak parçalananda alınır azot və hidrogen qeyd elədik. İlkin olaraq amonyak 4 mol götürülüb, lakin 20% parçalanıb. Yəni bu o deməkdir ki, 0,8 mol parçalanıb və bu zaman soruşur ki, alınan qaz qarışığın ümumi mol sayını hesabla. 2 mol amonyak parçalananda 4 mol qaz qarışığı alınır. 0,8 molda nə qədər alınacaq? X bərabərdir. Tənasübdən tapırıq 1,6. Daha sonra azotun kütləsini hesablayın deyir. Yenə 2 molda görürük ki, 1 mol azot alınır, yəni 28 qram. 0,8 mol parçalananda nə qədər azot alınır? X də bərabərdir. Tənasübdən 11,2 qram tapacağıq. Növbəti suala baxaq. Üçüncü sual. Asan sualdır. Deməli, bunu əmsallara əsasən tapacağıq. X qazının formulunu və havaya görə nisbi sıxlığını. Əgər sağ tərəfdə 8 mol karbon qazı alınıbsa, deməli bizim X-imizin tərkibində 4 mol karbon var. 4 atom karbon var. Çünki X-in əmsalı 2-dir. Hidrogen atomu sağda 20 ədəddirsə, 20-dirsə, deməli əvvəldə də hidrogen 10-dur. Yəni formul C4H10 və bunun havaya görə nisbi sıxlığını tapsaq, bunun molyar kütləsini, yəni 58-i böləcək havanın nisbi sıxlığına eləyəcək 2. Növbəti suala baxaq. Dördüncü sual. Dördüncü sualda tənliyi tərtib edin deyir. Təbii ki, azalanlar reaksiyanın sol tərəfində olur. Yəni A üstəyənsin B alınır C plus D. Tənliyi tərtib elədik. Daha sonra baxın, başlanğıc maddələrin kütləsi bərabər götürülüb 12. Lakin burada B tam sərf olunur. Yəni 12 qram B reaksiya daxil olur. A-dan isə 6 qram artıq qalırsa 6 qram reaksiya daxil olur. 12 qram D alınırsa C də 4 qram olmalıdır ki, qayda kütlənin saxlanma qanunu ödənilsin. Yəni burada X bərabərdir 4 tapırıq. Növbəti suala baxaq. 5-ci sual. Sualımızı yaxınlaşdıraq. Deməli, qaz qarışığı verib bizə NO2 və X qazı. Ümumilikdə bunların molu 0,5 moldur. Çünki molekul 3,1-dir. Lakin 0,5 molun nə qədəri NO2-dir, nə qədəri X qazıdır bilmirik. Ona görə də birinə A, birinə B deyirik. Qazların kütləsi verilib. 9,2 qram NO2 qazı görəsən neçə moldur A? Lakin 46 qram 1 moldur. A-nı tapırıq 0,2 mol. Deməli 0,5 molun 0,2 molu NO2-dirsə, 0,3 moldakı X qazıdır. Qaz qarışığının orta molyar kütləsini hesablayın deyir. Deməli, 1M1 düsturuna əsasən 0,2 vurulsun 46 üstəyənsin 0,3 vurulsun. Deməli, X-in buradan biz molyar kütləsini tapmalıyıq. X-in molyar kütləsini necə taparıq? 0,3 mol 48 qramdırsa,
1 mol da x-dir. X bərabərdir 16 tapırıq. Deməli, burada 16 yazacağıq və böləcəyik molların cəminə, yəni 0,5-ə. Bu da eləyəcək bərabərdir 7. Deməli, qarışığın orta molyar kütləsi 7, X qazın da molyar kütləsi 16. Növbəti suala baxaq. 6-cı sual asan sualdır. Deməli, yenə qaz qarışığı verib, qaz qarışığımızın deməli, həcmləri də qeyd olunub. Hidrogen, oksigen, hidrogen 2 moldur, oksigen 3 moldur. Orta molyar kütləni hesablasaq, bölürük mola 5-ə, bu eləyəcək 40. Daha sonra hidrogenə görə nisbi sıxlığı deyir hesablayın. Yəni 40-ı böləcəm, hidrogen 40 eləmir, üzrlü sayın, 40 yox, daha doğrusu 8 eləyir. Yəni 40 bölünsün 5, 8. 8-də bölürəm hidrogenin kütləsinə, eləyəcək 4. Deməli, A 8, hidrogenə görə nisbi sıxlıq 4. Asan sualdır. Təzə topluda deməli sualların sayı artıb, yəni ətraflı yazı tələb edən sualların sayı artıb, amma çətin deyil. Növbəti suala baxırıq, 7-ci sual. Deməli, maddəmiz X2O5-dir, əziz yoldaşlar. Bir molekulun kütləsi 142 böl NA-dır. Yazılan bir molekul kütləsi 142 böl NA-dırsa, onda Na sayda molekulun altına molekul yazırıq. Na sayda molekul olan maddənin nisbi molekul kütləsi nə qədərdir? A. A-nı tapırıq. NA-lar ixtisar gedəndə 142. Sual bu idi ki, A-nı hesablayın və X elementinin nisbi molekul kütləsi X2O5 bizim formulumuzdur. 2x üstəyənsinin 80 bərabər edəcək 142-yə. X-i tapacaq 31. Növbəti suala baxaq. 8-ci sual. Aha. 8-ci sual yenə qaz qarışığımız hidrogen və tritiumdan ibarətdir və həcmləri V-dir. Qaz qarışığının nisbi sıxlığını tapmaq üçün birinci onun M ortasını tapmalıyam. Yəni Nübir M1 düsturuna əsasən 2V üstəyənsin tritiumun atom kütləsi 3-dür, molekul kütləsi 6-dır. 6V bölünsün molların cəmi, yəni V-lərin cəmi 2V bərabərdir. 8V-ni böləcəyik 2V-yə, eləyəcək 4. Daha sonra hidrogenə görə nisbi sıxlığı deyirsə 2-yə böləcəm, yəni hidrogenin kütləsinə böləcəm. A-nı tapacam 2. Heliuma görə də nisbi sıxlıq deyirsə 4-ü böləcəm heliumun kütləsinə və B-ni tapacam 1. 9-cu sual. Maraqlı sualdır. Diqqətlə qulaq asın. Qaz qarışığımız hidrogen və amoniakdır. Bunların, yəni qazların molları bizə məlum deyil. Amma orta molyar kütləni bizdən soruşur. Orta molyar kütlə də bilirsiniz ki, gərək qazların molları məlum olsun ki, hesablayaq. Ona görə şərt olaraq birinə A, birinə B desək, proton sayı, hidrogenin protonu, baxın, burada verilib 1, molekul şəklində 2, əmsalı da nəzərə alsaq, proton 2A üstə gəlinsin. Aşağıdakı maddənin protonunu hesablasaq, azot 7, hidrogen 3, yəni cəmi 10B bərabərdir 26-ya. NA-lar zaten ixtisar gedəcək deyə, NA-ları qeyd eləmirəm. Neutron daha sonra tapırıq. Hidrogende neutron yoxdur. Aşağıdakı maddədə amoniakda neutron, azotda var. Yəni 7B bərabərdir 14-ə. Buradan B-ni tapıram 2. B-ni 2 tapıramsa, yuxarıdakı ifadədə B-nin yerinə 2 yazsaq, 2A üstə gəlsin 20 bərabərdir 26. A-nı tapıram 3. A-nı 3 tapırıqsa, deməli A3, B2. Bundan sonra biz orta molyar kütləni hesablaya bilərik. Yəni Nübir M1 3 vur 2 üstə gəlsin 2 vur 17. NH3-ün molekul kütləsi bölünsün 5-ə. Yəni 40-ı 5-ə bölürük, eləyir 8. Birinci sualın cavabı 8-dir. Daha sonra deyir ki, bu qarışığın 1 moluna neçə mol metan əlavə olunmalıdır ki, alınan qarışığın orta molyar kütləsi 14 olsun. Baxın, deməli 1 moluna deyir. Yəni burada diqqətli olmalıyıq. 5 mol qaz qarışığımız var idi bizim. 5 molda
hidrogen nə qədər idi? 3 mol idi. Görürsən 1 mol da nə qədərdir? X bərabərdir 3-ü böləcəyik 5-ə, eləyəcək 0,6. Daha sonra bəs amonyak 1 molda, yəni qarışığın 1 molunda nə qədərdir? 5 molunda amonyak 2-dir, 1 molunda X-dir. X bərabərdir 2 bölünsün 5. Bu da eləyəcək 0,4. 0,4. Daha sonra biz tapacağıq nə? Tapacağıq ki, qarışığın, baxın, buradan qeyd edəyək, orta molyar kütləsi 14 olması üçün və 14 bərabərdir. 14 olması üçün neçə mol metan əlavə olunmalıdır? 14 bərabərdir 0,6-nı vururam hidrogen kütləsi 2-yə, üstə gəlsin 0,4-ü vururam amonyakın kütləsi 17-yə, buranı silək, üstə gəlsin metan neçə mol bilmirəm X, molyar kütləsi 16, bölünsün 0,6 ilə 0,4 1 eləyir cəmi. 1 üstə gəlsin metanın molu da X götürdük və biz buradan 14-ü vuruq məxrəcə, 14 üstə gəlsin 14x bərabərdir. Bura eləyəcək deməli neçə? 0,6-nı 2-yə vuranda 1,2 üstə gəlsin 0,4-ü 17-yə vururuq. 0,4-ü 17-yə vuranda 0,4 vurulsun 17, 6,8 bərabər, daha doğrusu üstə gəlsin 16x və bura 8 eləyəcək və biz buradan 2x bərabərdir 6, x də bərabərdir 3 tapacağıq. Yəni biz nəyi tapdıq? Əlavə olunan metanın molu 3, onu soruşurdu və qarışığın molyar kütləsi də, daha doğrusu orta molyar kütləsi də 8 oldu. Yəni 8 və 3. Növbəti suala baxırıq. Onuncu sual. Şəkilə biz baxanda 10-cu sualda bu qabdakı turşunun nitrat turşusu olduğunu anlayırıq. Deməli, X maddəsinin, yəni nitrat turşusunun mislə reaksiyası, mis üstə gəlsin nitrat turşusu alınır. Mis nitrat üstə gəlsin NO2 və bir də su alınır. Əmsallaşdırsaq bura 2 yazacağıq, bura 4, burada 2. Yəni mövzumuz əmsallaşdırma olmadığına görə vaxt itirmirik. Yəni necə əmsallaşdırdıq? Davam edirəm. Deyir ki, N mol misin X nitrat turşusu ilə reaksiyasından ayrılan qaz. Baxırıq ki, tənliyimizə mis 1 mol reaksiya daxil olanda 2 mol qaz ayrılır. N mol mis reaksiya daxil olsa, onda 2N sayda qaz ayrılacaq. Deyir ki, ayrılan qazın 2 mol hidrogen sulfiddən ibarət qaz qarışığının orta molyar kütləsi 38 olarsa eyni hesablayın. Bizim 2 dənə qazımız var. Biri reaksiyadan alınan 2N NO2-dir. Biri də şərtdə verilən 2 mol hidrogen sulfiddir. Bunların orta molyar kütləsi 38-dir. 38 bərabərdir. Nömrə N1 düsturuna əsasən 2N vurulsun 46 üstə gəlsin 2 vurulsun H2S-in emiri 34 bölünsün molların cəmi, yəni 2N üstə gəlsin 2. Və buradan tənliyi çarpaz eləsək 76N üstə gəlsin 76 bərabərdir 92N üstə gəlsin 64. N'ləri bir tərəfə keçirsək, deməli 10 neçə edir bu? 14N, daha doğrusu 16N bərabərdir 8-ə, N bərabərdir 0,5-ə. Baxın, bizdən soruşurdu, N'i hesablayın. N'i tapdıq 0,5 və bir də tənliyi yazın və əmsallaşdırın. Tənliyi də yazdıq və əmsallaşdırdıq. Növbəti suala keçək. 11-ci sual. Deməli, 11-ci sual, biz bunu necə yazacağıq? Maddəmiz 0,2 moldur. 0,2 mola elementlərin kütləsi verilir. Biz 0,2 molu 1 mola gətirsək,
yəni 5-ə vursaq, onda karbon 24 qram olacaq. Burada karbon 2 atom deməkdir. Hidrogen 2 qram olacaq. Hidrogen 2 atom deməkdir. Oksigen də 5 m olacaq. X maddəsinin nisbi molekul kütləsi 90 olarsa, yəni 24 üstəyənilsin, baxın, burada 24 üstəyənilsin 2 üstəyənilsin oksigen də 5 m bərabərdir 90. Buradan m-i tapacağıq 12,8. M-i hesablayın deyir. M-i hesabladıq və X maddəsinin formulunu yazın. M-in yerinə 12,8 yazanda, burada, yəni 5 m-in yerində, bax burada, oksigen eləyəcək 64. 64 qram da oksigen neçə atom deməkdir? 16-ya böləndə tapacağıq ki, 4 atom deməkdir. Deməli, maddəmizin formulu C2H2O4, yəni bu oksalat turşusudur. Bu cür yazacağıq. Deməli, sualda soruşurdu ki, X maddəsinin formulunu yazın. Yazdıq və M-i hesablayın, M-i də hesabladıq. Növbəti suala keçək. 12-ci sual, növbəti maraqlı bir sual. Deməli, XSO4 vurulsun NH2O kristal hidratının 12,8% kükürtdürsə, yazıram 12,8 32 qramdır, çünki burada kükürt atomu 1-dir. 36% də sudursa, onda 36-nın da qarşısına suyun kütləsini yazıram 18 N. Buradan çarpaz N-i 5 tapacaq. Daha sonra X-in nisbi atom kütləsini soruşur. Baxın, ümumini, yəni maddənin ümumi kütləsini 100% qəbul edəcəm. Yəni X plus 96 üstəyənilsin 5-in, daha doğrusu 5 mol su, N-i 5 tapdıq. Yəni 90 qram su 100%-dir. 12,8% kükürdün faizi idi. Kükürt də 32 qrama uyğundur. Buradan da X-i tapacaq 64. Yəni təzə topluda arxada cavab 164 qeyd olunub, lakin cavab 64-dür. 13-cü sualda azot və helium verilib. Kütlələri bərabər götürülüb. Yəni hər ikisini 28 qəbul eləsək, onda bu azot 1 mol, heliumda 7 mol olmalıdır. Daha sonra orta molyar kütləni hesablasaq 1 vur 28, 7 vur 4 bölünsün. Molların cəmi 8-ə bu edir 7. Qaz qarışığında olan heliumun kütləsini 2 dəfə artırsaq. Yəni 28-dir, əvvəldə helium 56 olur. O da 14 mol deməkdir. Yəni 1 vur 28 üstəyənilsin 14 mol helium bölünsün molların cəminə. Bu da eləyir 5,6. Deyir ki, neçə dəfə azalar orta molyar kütlə, 7-ni də 5,6-ya böləndə eləyir 1,25. 14-cü suala baxaq. 14-cü sual asan sualdır, əziz yoldaşlar. Maddələr verilib və atom sayıları da qeyd olunub. Baxın, maddələri qeyd edirəm. Görürəm ki, kalsium karbonatda atom sayı 5-dir. Yəni 5 Na molyar kütləsi 100 qramdır kalsium karbonatın. 10 Na sayda atom olanda kütlə nə qədər olacaq? Tapıram ki, 200. Yəni M-i 200 tapdımsa, deməli yuxarıdakı maddənin də kütləsi 200 qramda 10 Na sayda atomdur. Lakin 5 dənə atom varsa, 5 Na sayda atom molyar kütlə nə qədərdir? M də bərabərdir 100 olur. Deməli, burada X elementinin nisbi atom kütləsini soruşur. X 3N2-nin molyar kütləsini 100 tapdıqsa, 3X üstəyənilsin 28 bərabərdir 100. X bərabərdir 14 eləyəcək. Daha doğrusu 24 eləyəcək. Buradan tənlikdən 72-ni 3-ə böləcək. Və ikinci sualdakı M-i hesablayın deyirdi. M-i də tapdıq 200. Növbəti suala baxaq. Yəni 15-ci sual. Maraqlı sualdır. Deməli, qaz qarışığının tərkibi hidrogen və oksigendir. Qeyd edirəm, hidrogen və oksigen. Qarışığın molu verilməyib. Birinə A, birinə B deyirəm. Lakin ümumi kütlə 400 qramdır. 400 qramdır. Orta molyar kütlə də 8-dir. Deməli, biz tapacağıq
M orta bərabərdir. Qaz qarışığının kütləsini mola böləndə, mol da bilmirəm, yəni x tapacağım nə? 8 bərabərdir 400-ü bölürəm x-ə. Qaz qarışığının ümumi molunu tapıram ki 50. Deməli 50-nin nə qədər hidrogendir, nə qədər oksigendir bunu bilmirəm. A üstənsin B bərabərdir 50 qeyd edirəm. Sonra baxın, qaz qarışığımız 400 qramdır. Yəni 2A üstənsin 32B bərabərdir 400. Buradan yuxarıdakı ifadədə B-ni tapsam, 50 çıx A eləyəcək və bunu gətirirəm B-nin yerinə yazıram aşağıda. 2A üstənsin 32 vurulsun mütərizədə 50 çıxılsın A bərabərdir 400 və buradan A-nı tapıram nə? Deməli yazaq 2A üstənsin 32-ni 50-yə vursaq, deməli 32 vur 50 1600 eləyir. Çıxılsın 32A bərabərdir 400 və buradan A bərabərdir 40 eləyəcək. Aha, deməli A 40 moldursa, yəni hidrogen 40 moldursa, oksigendə 10 mol olacaq. Deməli bu qarışıqda neçə qram oksigen əlavə edildikdə guruldayıcı qaz qarışıq alınır. Guruldayıcı qaz qarışıq 2 həcm hidrogen və 1 həcm oksigenden ibarət olan qaz qarışıqdır. Baxın, hidrogenin həcmi 40-dır. Gərək oksigenin də həcmi 20 olsun. 10 həcm oksigen var. Deməli əlavə olaraq 10 həcmdə oksigen əlavə etməliyik ki, yəni 10 mol. Guruldayıcı qaz qarışıq yaransın. Lakin bizdə şərtdə neçə qram oksigen deyir. 10 mol oksigen 320 qram deməkdir. Cavab olacaq 320. Daha sonra hidrogenin kütlə payını faizlə hesablayın. Bizim qaz qarışığımız 400 idi. 400 100%dirsə, hidrogenin də 40 mol tapdıq axı. 40-ı da 2-yə vursaq, burada 80 qram eləyir. O da x faizdir. X də eləyəcək. Deməli 32. Yəni belə yazaq rahat. 80 vur 100 böl 400. 80-i 4-ə böləndə daha doğrusu x eləyəcək 20%. Növbəti suala baxırıq. 16-cı sual asan sualdır. Diqqət edin. Yəni şifahi sualdır. Burada biz nəyə fikir verməliyik? Ümumiyyətlə M orta əgər ona əlavə olunan qaz M ortadan kiçik olarsa orta molyar kütlə azalar. Əlavə olunan qaz M ortadan böyük olarsa orta molyar kütlə artar, bərabər olarsa dəyişməz. Məsələn, birinci qaz qarışığında 44 qram karbon qazı var, 32 qram oksigen qazı var. Enləri 1 mol qəbul eləsək, deməli 66-nı bölsək, bu ikisinin cəmi də 66-nı bölsək 2 mola eləyəcək orta molyar kütlə 33. Qarışığa əlavə olunan azot qazıdır. Azot qazı da M ortadan kiçikdir kütləsi. Ona görə də orta molyar kütlə azalacaq. Bura qeyd edəcək azalar. İkinci qaz qarışığına fikir versək, İkinci qaz qarışığımız, baxın, qazların kütləsi ikisi də 28-dir. Yəni 56-nı 2-yə böləcək, eləcək 28. Və qaz qarışığına azot əlavə edirik. O da orta molyar kütləyə bərabərdir kütləsi. Və bu olacaq dəyişmir. Və siz digərlərini də yoxlasaz, görəcəksiniz ki, məsələn, 3-cü qaz qarışığında 26 üstəyənsin 28 bölünsün 2. Bu eləyəcək 54-ü 2-yə böləndə 27. Baxaq, 26, 28, 54, 54-ü 2-yə böləndə 27 və biz azot qazı əlavə edirik. 27-dən böyükdür, ona görə də artacaq, artar. 4-cüdə isə dəyişməz. Yəni 28-dir, bu orta molyar kütlə 28 eləyəcək və biz azot əlavə elədiyimizə görə, yəni M ortaya bərabər, kütləsinə bərabər qaz əlavə elədiyimizə görə bu da dəyişməz olacaq. Növbəti suala baxaq, 17-ci sual.
17-ci sual asan sualdır. Deməli, hər iki qazın molyar kütləsi bərabər olduğuna görə, hər iki qazın kütləsi də eyni həcmdə bərabər olacaq. Yəni 4,48 litr azot m qramdırsa, 22,4 litr nə qədərdir? 28 qram. Buradan m-i tapacam 5,6. M 5,6-dırsa, baxın burada 5,6-dırsa, bu da elə 4,48 litr olacaq. Çünki molyar kütlələri bərabərdir, əziz yoldaşlar. Növbəti suala baxırıq. Vaxt itirmədən 18-ci sual maraqlı sualdır. Deməli, qaz qarışığın tərkibi etilin və etandır. Qeyd edirəm. Baxın, C2H4 və C2H6. Qarışığın kütləsi 14,4-dür. Qarışıqdakı molekulların sayı 0,5 NA-dır. Orta molyarı istəyir. Orta molyar kütlə M orta bərabərdir. Yuxarıya nü1 M1 yazacağım. Yəni 28x üstəgəlsin 30y bölünsün. Molların cəmi zaten 0,5-dir. Baxın, burada da qaz qarışığın kütləsi 14,4-dür. Yəni 14,4-ü 0,5-ə bölüb orta molyar kütləni tapırıq 28,8. Bu birinci sualın cavabı. Qaz qarışığında helyumun həcm payını istəyir. Deməli 28,8. Qazların kütləsini yazıram. 28 bu, 30 bu. Diaqonal üsulla böyüdən kiçiyə çıxıram. 0,8 və 1,2. Və ixtisar aparsaq, burada eləyəcək 0,3, burada eləyəcək, daha doğrusu 0,4-ə bölsək, burada qalacaq 3, burada qalacaq 2. Qaz qarışığın ümumi həcmi 5 olacaq, o 100%-ə uyğundur. Etilenin həcmi isə, etilin C2H4 idi, kütləsi 28 idi, onun həcmi isə 3-dür. 3-ü də x% qəbul etsək, x-i tapacaq 60%. Deməli 19-cu sual. On 9-cu sual, əziz yoldaşlar, reaksiyamızı yazaq. Dəm qazı oksigenlə reaksiya girəndə CO2 alınır, əmsallaşdırdıq. Deyir, eyni mol miqdarda götürülmüş qazlar. Baxın, eyni mol miqdarda deyəndə biz böyük həcmi götürüb ikisinin üstünə yazanda görürük ki, oksigendən 1 mol artıq qalır. Yəni 2 mol başlanğıc miqdarıdır, 1 mol reaksiya daxil olur. 1 mol da artıq qalır. Bu 50% deməkdir. Soruşur ki, neçə faiz artıq qalar? 50%. Daha sonra reaksiyadan sonra qabda olan qaz qarışığının orta molyar kütləsini hesablayın. Reaksiyadan sonra 2 mol karbon qaz alınır və 1 mol da oksigen qazı artıq qalmışdır. Bu iki qazın orta molyar kütləsini tapsaq, nü1 M1 üstünün əsasən 2 vur 44 üstəgəlsin 1 vur 32 bölünsün 3 və buradan da cavab eləyəcək 40. Növbəti suala baxaq. Deməli, son 3 sual. Bu da maraqlı sualdır. Deməli, burada biz nəyə fikir verəcəyik? Biz fikir veririk ki, baxın, burada fərq nə qədərdir? 0,8 qram fərq olanda maddə A mol götürülmüşdür. Lakin X, Y arasında fərq 8 qram olanda 1 moldur. Yəni 1 molda 8 qram fərq var atom kütlələri arasında. Buradan A-nı tapıram 0,1 mol. Deməli, A 0,1 moldursa, ona vuranda hər tərəfi Y-O2 64 qram deməkdir 1 molda. X-O da 56 qram deməkdir. Deməli, 32 qram oksigendirsə, 32 qram burada Y eləyəcək. 16 qram oksigendirsə, 40 qram burada X eləyəcək və XY emirini hesablasaq 72 olacaq. A-nı da zaten tapmışdıq 0,1. Növbəti suala baxaq. 21-ci sual. Elə bildiyiniz tənli idi. Oksidin, qələvi metalın oksidin. Qələvi metal bir valentli metallardır, yəni birinci qrupda yerləşənlər, əsas yarım qrupda yerləşənlər. Baxın, deyir ki, oksidinin nisbi molekul kütləsi A-dır. Yəni qəlbi metalın oksidi X2O-dur. Bunun kütləsi 2x üstəgəlsin 16-dır. Hidroksidin nisbi molekul kütləsi B-dir. Hidroksiddəki XOH-dır. Bunun da nisbi molekul kütləsi deməli x üstəgəlsin 17-dir. Bunların bir-birinə olan nisbəti 2,35-dir. Bunu bərabər edirəm 2,35-ə
və yaxud da ki 235 bölünsün 100 kimi də yaza bilərsiniz. X-i tapacağıq 39. Qələvi metalın peroksidinin kütləsini istəyir. Peroksid deməli X2O2-dir. Peroksid. Düz. Lakin hidroksidin kütləsi isə XOH-dır. Yəni biz X-i 39 tapdığımıza görə gətirib X-in yerinə 39 yazsaq 78 üstə gəlsin 32 eləyəcək 110. Burada da 39-un üstünə 17 gələndə eləyəcək bu 56. Növbəti suala baxaq. 22-ci sual, son sual. Qaz qarışığının tərkibi, əziz yoldaşlar, CO-dur, daha doğrusu CO2, CO və C3H8-dir. Ümumi kütlə 20,4-dür, lakin propanla karbon qazının kütləsini bilmirik, amma dəm qazının kütləsi 2,8 verir. Dəm qazının kütləsi 2,8-dirsə, demək bu 0,1 mol deməkdir. Lakin bu iki qazın molunu bilmədiyim üçün birinə A, birinə B deyirəm. Yazıram, deməli belə 44A üstə gəlsin 44B bərabərdir. 20,4-dən 2,8 çıxıram, eləyir 17,6 qram. Və bunları 44-ə böləndə A üstə gəlsin B bərabərdir 0,4 eləməlidir. Bir dənə dəqiqləşdirək. 17-ni, yəni 17,6-nı bölürəm 0, daha doğrusu 44-ə 0,4 eləyir. 0,4 qaz qarışıq var, yəni C3H8 karbon qazı. Bunların kütləsi bərabərdirsə, deməli mollar da bərabər paylanacaq. 0,2, 0,2. Həcmi soruşur. Ümumilikdə baxın 0,5 mol qaz qarışığımız var. Onu 22,4-ə vuranda 11,2 litr eləyir. Daha sonra deyir ki, qarışığın artıq miqdarda oksigində yanması. C3H8 yananda 3 mol karbon qazı alınır. Yəni 1 mol 3 mol karbon qazı verirsə 0,2 molda 0,6 mol karbon qazı verəcək. Karbon qazı yanmır. Elə reaksiyadan sonra 0,2 mol karbon qazı qalacaq. Dəm qazı da yananda elə 1 mol karbon qazı əmələ gəlir. 1-ə 1 uyğundursa 0,1-ə də 0,1 uyğun olacaq. Deməli, reaksiyadan sonra karbon qazının miqdarı cəmi 0,1 burada, 0,2 burada, 0,6 da burada, yəni 0,9 eləyəcək. Diqqətiniz üçün, əziz yoldaşlar, təşəkkür edirəm. Onlayn dərs üçün 055 798 20 58 WhatsApp nömrəsinə qeyd edə bilərsiniz.